Salam. Bugün 7-ci sinif RFM gedən şagirdlərə dəstək məqsədi ilə 56-cı və 57-ci sualları izah edirəm. 56-cı məsələdir. Əgər dişicik yumurtalığında məhv olan megasporların sayı 27 olarsa, həmin yumurtalıqdan yaranan meyvədə maksimum neçə toxum olar? Bunun üçün əvvəlcə dərsliyimizə bir nəzər yetirək. Biz burada nə görürük? Biz burada görürük ki, deməli, ana hüceyrə bölünən zaman 4 dənə megaspor əmələ gətirir. Megasporlardan 3'ü məhv olur, digəri inkişaf edərək rüşeym kisəsinə başlanğıc verir ki, bu rüşeym kisəsində sonradan mayalanma baş verərsə bir toxum əmələ gəlir. Deməli, bir toxum əmələ gətirməsi üçün yumurtacığın içərisində 4 megaspor əmələ gəlir, 4-ündən biri qalıb rüşeym kisəsinə çevrilir, 3'ü isə məhv olur. Həmin bu bir dənədən gələcəkdə mayalanma gedərsə toxum əmələ gəlir. Nə nəticəyə gələ bilərik buradan? Buradan o nəticəyə gəlirik ki, bir toxumun əmələ gəlməsi zamanı 3 dənə megaspor məhv olur, bir dənəsi qalır ki, ondan rüşeym kisəsi əmələ gəlir. Ümid edirəm ki, bu isə aydındır. İndi qayıdaq testimizə. Deməli, nə dedik? Dedik ki, bir toxum əmələ gələn zaman 3 dənə megaspor məhv olur. Xırda megasporlar məhv olur. Bir dənə iri megaspor qalır ki, ondan rüşeym kisəsi əmələ gəlir. O rüşeym kisəsində əgər mayalanma gedəcəksə, toxum əmələ gələcək. Bəs onda neçə dənə toxumun əmələ gəlməsi zamanı 27 dənə megaspor məhv olacaq? Buradan da tapırıq ki, 27-ni bölürük 3'ə, cavabımız eləyir 9. Cavab D variantı. 57-ci sualda da dişicik ağızcığına düşmüş tozcuq dənəsinin orada qalıb cücərməsi üçün nə lazımdır? Bu da dərsliyimizdə var ki, dişiciyin ağızcığı tozcuq dənəciyini tutub saxlaması üçün onun deməli ağızcıq hissəsi girintili çıxıntılı olur və tozcuq dənəciyinin orada cücərə bilməsi üçün o şəkərli məhlul ifraz edir. Burada da baxırıq, dişicik ağızcığında sərbəst su olmalıdır, su deməmişik. Dişicik ağızcığı quru olmalıdır, xeyr. Dişicik ağızcığı şəkərli məhlul ifraz etməlidir. Bəli, şəkərli məhlul ifraz etməlidir ki, həmin tozcuq dənəciyi orada cücərə bilsin.